Leyciler hal-hazırda bu günləri şəhidimiz Pərvin Əliyevin anası dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Şəhid valideynləri də hal-hazırda bu günləri iştirak edirlər. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Şəhid anası Rəfiqə anamız bu gün dünyasını dəyişib, haqq yoluna qovuşdu, haqqa qovuşdu övladının bu günləri. Şəhidimiz Pərvin Əliyevin ruhu şad olsun, anasına qovuşacaq. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Bugün Pərvin Əliyevin anası dünyasını dəyişdi. Hal-hazırda böyük izdihamla şəhidimizin anasının dəfninə, yəni hal-hazırda şəhid valideynləri də, kənd sakinləri də burada iştirak edirlər. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Son Allah sənin də köməyin olsun, Cənab Qazi bizə. Yəni bizim ayağımız... Allah rəhmət eləsin. Şəhidimizə də, şəhidimizin anasına da. Amin. Allah rəhmət eləsin. Da biz tam iştirak edəmədik, ayağım belə olduğu üçün. Ən azından özümə borc bildim ki, yarım çəkim paylaşım. Allah cəm şəhidlərimizi rəhmət eləsin.